Hə, deməli, mən sizə başa salım. Bax, burada siz busuz. Qeyddən keçirsiniz və siz qeyddən keçəndən sonra biz sizə qazanc əldə etmək, tez və sürətli qazanc əldə etməyiniz üçün biz sizin bu A qolunuzu yığırıq. Biz sizin bir qolunuzu veririk, A-nı da veririk, deyən bunu qırmızı rənglə eləyim. C-ni də veririk, hətta L-i də, H-ı da. Yəni bu qolları biz sənə yazırıq. Hətta buradan aşağıda da bu qolları biz sənə yazırıq və sənin burada qazancın olur. Bəli, sən burada qazanc əldə eləyirsən. Amma və lakin sən burada misal üçün 40 manat qazanc əldə eləyirsənsə, biz səni və ya sən özün deyirsən ki, xeyr ola, məndən gələn xanımlar var ki, onlar qazanırlar 300, 400, 200. Mən də istəyirəm o qədər qazanmaq və pul mükafata qazanmaq istəyirəm. Bu zaman biz sənə başa salırıq ki, əla, qazanc əldə eləmək istəyirsənsə, sən nə edirsən? Gedirsən özünə ikinci B-ni gətirirsən. Və bu B gələn kimi avtomatik sənin pul mükafatda yazılır. Və sənin maaşın burada daha da çox artır. Plus. Sən bir nəfər gətirə bilərsən, həmin bir nəfər gedib bunları gətirə bilər. Yəni məcbur deyilsən ki, sən gedib bunları mütləq hamını sən gətirməsən. Bir nəfəri gətirirsən, o bir nəfər daha çox pul qazanmaq üçün, daha çox çalışmaq üçün, yəni gəlib daha çox pul qazanmaq üçün yeni insanlar gətirir zaten. Və deyirsən ki, mən bu insanı necə tapacağam, hardan tapacağam, birdən mən dəvət eləyə bilmərəm. Bütün bunların hər birisini biz sənə öyrədik. Hətta elə bir metoddan öyrədirik ki, sən heç kimə yazmadan hamı sənə yazacaq ki, mən necə başa sala bilərsən, bu necə olur? Mən özüm qeyddən keçmək istəyirəm. Sənə bu kəlmə yazacaqlar. Biz sənə bütün bu metodları veririk. Sən bu qolu belə rahat şəkildə bizim verdiyimiz metoddan yığa bilərsən. Təbii ki, istəmirsənsə heç yığma. Sən elə burayla da qazancı, təkcə bu qolla da qazancı əldə eləyə bilərsən. Amma bizim sənə məsləhətimiz daha çox qazanmaq. Sənin hamı orada 500, 1000, 2000 qazanc əldə edir. Sən niyə burada az qazanc əldə eləyəsən? Biz sənə bunu başlamaq istəyirik. Təbii ki, istəmirsən, qanisənsə günə 40 qəpik ayıraraq az qazanc əldə eləməyə. Bu sənin öz seçimin olacaq.